O səhər dünya adi idi. Şəhərlər oyanırdı, insanlar işə tələsirdi. Heç kim bilmirdi ki, bugün tarixdə qorxuyla hatırlanacaq. 11 sentyabr 2001-ci il. Amerika Birləşmiş Ştatları. Bu hadisə səs-küy ilə başlamadı. Xəbərdarlıq olmadı. Həyəcan siqnalı çalmadı. Hər şey sakit idi. Və bəzən ən təhlükəli anlar məhz belə başlayır. Bugün bir anda yaranmadı. Bu hadisə bir qərarın nəticəsi deyildi. Bu, illərlə düşünülmüş, planlanmış və gizlədilmiş bir prosesin son mərhələsi idi. Plan sadə idi, amma nəticəsi ağır. Amerikanın gündəlik istifadə etdiyi sistemi ona qarşı çevirmək. Adi sərnişin təyyarələrini silaha çevirmək. Çünki heç kim onları təhlükə kimi görmürdü. Səhərin erkən saatlarında 4 fərqli hava limanında 4 mülki təyyarə uçuşa hazırlaşırdı. Onlar uzun məsafəli uçuşlar idi, Kaliforniyaya doğru. Bu o demək idi ki, təyyarələrdə çox yanacaq var idi və bu da planın əsas hissəsi idi. Hava limanlarında hər şey adi görünürdü. Sərnişinlər yerini tuturdu. Uçuş heyəti gündəlik işini görürdü. Heç kim şübhələnmirdi. O dövrdə təhlükəsizlik anlayışı fərqli idi. Pilot kabinələri möhkəm qorunmurdu. Kiçik kəsici alətlər ciddi risk sayılmırdı. Bu boşluqlar sonradan tarixi dəyişəcəkdi. Təyyarələr havaya qalxdı. Buludların arasından sakitcə irəlilədilər. Bir müddət hər şey normal idi. Sonra hər şey dəyişdi. Əlaqələr kəsilməyə başladı. Pilot səsləri sustu. Dispetçerlər cavab ala bilmədi. Əvvəl texniki problem düşünüldü. Sonra anlaşılmazlıq. Amma qısa müddət sonra aydın oldu ki, bu təsadüf deyil. 4 təyyarə eyni anda nəzarətdən çıxırdı. Və bu an sistem ilk dəfə gecikdiyini hiss etdi. Saat 08:46. New York, Manhattan. Dünya ticarət mərkəzi. Göydə sürətlə alçalan bir təyyarə. İstiqamət dəyişmir, sürət azaltmır. Bir neçə saniyəlik anlaşılmazlıq və sonra toqquşma. Şimal gülləsinə çırpılan təyyarə şəhəri sarsıdır. Ətrafdakılar bunun qəza olduğunu düşünür. Xəbər kanalları belə deyir. Heç kim hələ həqiqəti bilmir. 17 dəqiqə sonra isə hər şey aydınlaşır. İkinci təyyarə, Cənub gülləsi. Bu dəfə şübhə qalmır. Bu, planlı hücumdur. Canlı yayımda. Bütün dünyanın gözü qarşısında. Amerika hücum altındadır. Eyni saatlarda 3-cü təyyarə Vaşinqtona yönəlir. Hədəf Pentagon. Bu, ABŞ-ın hərbi mərkəzidir. Təyyarə binaya çırpılır. Artıq bu, təkcə New York'un problemi deyil. Bu, ölkəyə qarşı hücumdur. 4-cü təyyarədə isə fərqli bir şey baş verir. Sərnişinlər nə baş verdiyini anlayır. Telefon zəngləri edilir. Son sözlər deyilir. Onlar anlayırlar ki, bu uçuş adi bitməyəcək və onlar qərar verirlər. Təyyarə hədəfə çatmır. Pensilvaniya ərazisində yerə düşür. Bu, planın tam həyata keçmədiyi yeganə məqam olur. New York'da isə zaman daralır. Güllələr yanır. Struktur zəifləyir. Bu partlayış deyil. Bu, içdən-içə çökmədir. Əvvəl Cənub gülləsi, sonra Şimal gülləsi. Bir neçə saniyə, minlərlə həyat, ömür boyu davam edən travma. Şəhər toz içində qalır. Səslər susur. Amerika hava məkanını bağlayır. Bütün uçuşlar dayandırılır. Şəhərlər boşalır. Dünya nəfəsini saxlayır. Bu hadisə təkcə bir terror aktı deyildi. Bu, təhlükəsizlik anlayışının dəyişdiyi gündür. Bu, dünyanın artıq əvvəlki dünya olmadığı gündür. Çünki bu gün göstərdi ki, təhlükə həmişə uzaqdan gəlmir. Bəzən ən adi şeylərin içində gizlənir. Bu hadisə tarixdə qaldı. Amma onun nəticələri hələ də bizimlədir. Və sual açıq qalır. Biz bu cür faciələri sadəcə xatırlayırıq, yoxsa onlardan nəsə öyrənirik?